Bəzən diplomatik səfərlər yalnız gülümsəmək, protokol şəkilləri və dostluq mesajları ilə yadda qalmır. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun son İrəvan səfəri də həmin klassik görüşlərdən deyil. Bu daha çox Rusiyanın bölgədə hələ də söz sahibi olduğunu unutmayın mesajı idi. Deyəsən Lavrov Ermənistana nəzakətli şəkildə şillə vurmağa gəlmişdi. Rusiyalı nazirin həm prezident Xaçaturyan, həm baş nazir Paşinyan, həm də Xarici İşlər Naziri Mirzayanla danışıqların rəsmən iki tərəfli əməkdaşlıq və regional təhlükəsizlik adı ilə aparıldığı bildirilsə də, əsas hədəf aydındır. Moskva Ermənistanın son dövrlər qərbə meyillənməsindən ciddi narahatdır. Lavrovun Ermənistan-Azərbaycan torpaqlarını Rusiya silahları ilə işğal edib xatırlatması da təsadüfü deyil. Bu Kremlin əgər bugün varsınızsa, dünənki müdafiənizə görə minnətdar olun xatırlatması idi. Ermənistan da öz növbəsində qərbdən Rusiyaya doğru reverans edir. İrəvanın xarici siyasətində bu dəyişikliklərin isə bir sıra səbəbləri var. Beynəlxalq geosiyasi konjunkturanın Ermənistanın əleyhinə dəyişməsi, ABŞ-da Ermənistan yönümlü demokratların hakimiyyətdən getməsi, daha balanslı siyasət yürütmək istəyində olan Donald Trump'ın hakimiyyətə gəlməsi və eyni zamanda da Rusiya-Ukrayna məsələsində ABŞ-ın daha neytral mövqe sərgiləyərək Rusiyanın dayaqlarının möhkəmlənməsinə vəsilə olması düşünürəm ki, Ermənistanın mövqeyini dəyişdirən şərtlər sırasındadır. Moskva İrəvanın Avropa İttifaqına inteqrasiya planları barədə də açıq şəkildə xəbərdarlıq edib. Lavrov bu sizin suveren qərarınızdır desə də, sətiraltı amma nəticələrini də düşünün mesajı kifayət qədər aydın idi. Ermənistanın NATO-ya yaxınlaşması, ABŞ və Fransa ilə hərbi əməkdaşlıq səyləri Kreml üçün qırmızı xəttdir. Səfərin vaxtı da təsadüfi seçilməyib. Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın İrəvana planlaşdırılan səfəri fonunda Lavrovun ziyarəti tərəzinin bir gözü hələ də bizik mesajını vermək məqsədi daşıyır. Yəni Moskva Ermənistanı buraxmaq niyyətində deyil. Kreml Ermənistan rəhbərliyi məsələsinə ciddi yanaşmağa başlayıb. Ya Paşinyanı tamamilə özünə tabe etdirmək, onun qərbə addımların tamamilə məhdudlaşdırmaq, ya da Paşinyan hökumətin dəyişdirmək. Fəallaşıb Rusiyanın demək olar ki, Ermənistanda bilavasitə agenturası olan Kaçiryan diasporanı səfərbər edirlər. Nəticə isə budur. Paşinyan Rusiya ilə münasibətləri bərpa etmək məcburiyyətindədir. Çünki Qərb İrəvanın ümidlərini doğrultmadı. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin acı nəticələri Ermənistana dərisi boğazından çıxmış tülkü dərsini xatırladır.